Nə qaz var, nə yol var, nə də ki tibb məntəqəsi var. Moranlının sakinləri çarəsiz vəziyyətdədir. Cəllabadın Moranlı kəndindən qaynar xəttimizə gələn zəngin izi ilə əməkdaşlarımız həmin ünvana yollanıblar. Məlum olub ki, kənddə vəziyyət heç də ürək açan deyil. Bir daha qeyd edirəm, kəndin nə qazı var, nə yolu var, nə də ki tibb məntəqəsi var. Qaz problemimiz var, yanacağımız yoxdur, odunu meşədən buraxmırlar. Moranlı kəndinin sakinləri deyir ki, mavi yanacağın olmaması gündəlik həyatlarını xeyli çətinləşdirir. Məcbur qalıb odun və digər yanacaq növlərindən istifadə edirlər ki, bu da həm əlavə xərc tələb edir, həm də ekologiyaya ziyan vurulur. Ağacda qalmayıb, yandırmışıq, körpə uşaqlarımız var, onlar qoca xəstələrimiz var. Bu problemimiz bizdə çoxdan, illər, neçə il bundan qabaq bu problem var, həll yerini tapmayıb. Pulumuz olanda alıq, çatdıra biləndə, yəni ki, pensiyalıyam. Çatdıra biləndə odun ala biləyəm, çatdıra bilməyəndə heç onu da ala bilməyəm. Nəzərə alsaq ki, kənddə tibb məntəqəsi problemi də mövcuddur. Soyuqdan xəstələnən sakinlər çarə üçün üz tuturlar qonşu Qarakazımlı kəndinə. Oradakı məntəqədə isə nə həkim var, nə də tibb bacısı. Üstəlik tibb ocağının binası da qəzalı vəziyyətdədir. Bu da kənd əhalisinin işini biraz da müşkülə salır. Sovetliyik biz, 5 kənd ora baxır. Orada tibb məntəqəmiz var. Bizim həmin xəstəxanada bir dənə adi medsestra da yoxdur. Uşağımız, qozamız xəstə olanda qonşu şəhətdədir, o da həkim yoxdur. Gedirsən, hasan gedirsən, bağlı. Aptekimiz yox, problemimiz çətin. Üzüqar sərhəd qırağı kətdə yaşayırıq. Kimə də müraciət edib, deyirlər, düzələcək, gəlmə düzələn həllini tapma. Tibb məntəqəsinin işçisi də kənd sakinlərinə qoşulub şikayətlənir. Əvvəllər yaxşı gümrahlıq idi, ondan hər şey var idi, həkim var idi, işçi var idi, hər şey var da, elə indi də var. İntihası həkim pensiya çıxıb gedib, indi biraz sakitdir də, yəni xəstə də gəlir hər yerdən gəlir. Yəni 4 kəndin hamısı bura gəlir. Gəlir gəlməsinə, amma o da çətinliklə. Çünki yolların da problemi var. Daha doğrusu problem yaradacaq yollar belə yoxdur. Qışda görürsən də olur, üzür olanda, xeyirşar olanda gediş-gəli çətinlik olur. Məktəbə getməyə yolumuz yox, uşaqlar gedə bilmir, əziyyət çəkirlər. Cibimizin pulu ilə dəfələrlə bu yolu düzəltmişik. Sakinləri narahat edən problemlərlə bağlı aidiyyatı qurumlara sorğu göndərdik. Əvvəlcə kənd daxili yolların təmirsiz olması ilə bağlı kənd bələdiyyəsinə ünvanladığımız suala cavab olaraq bildirildi ki, çəkilişimizdən dərhal sonra əraziyə 3 maşın çınğıl qum səpilib və bu işlər davam etdiriləcək. Təbibdən isə tibb məntəqəsi ilə bağlı məsələnin araşdırıldığı və problemin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirildi. Mavi yanacaq məsələsinə gəlincə, aidiyyatı qurumdan problemin həlli istiqamətində addımların atılacağı deyildi. Deməli deyir ki, həkimimiz var idi, amma o da təqaüdə çıxıb gedib. Onda siz xəstələnməyin, dəyərli izləyicilərimiz. Həkim yoxdursa xəstələnmək olmaz. Təbib isə deyir ki, araşdıracağıq. Təbibin yəqin ki, xəbəri yoxdur ki, bu tibb məntəqəsinin həkimi artıq yaşını başa vurub və onu pensiyaya göndəriblər. Bəzi bölgələrdə bəli, belə çətin durumlar var. O ki, qaldı qaz olmayan bizim kəndlərimiz var. Çox çətin olur orada da yaşayış şəraiti və bundan öncə də materiallar sizə təqdim etmişdik. 450-500 manat odun maşınına pul verirlər və söyləyirlər ki, il ərzində səhv etmirəmsə 3 dəfə ehtiyac olur bu odun maşınını doldurmağa və yəni bu odunu maşından almağa. Meşələrdən çıxmasına icazə verilmir deyilir. Təbii ki, ümumiyyətlə meşələri qırmaq, doğramaq olmaz. Amma qazı olmayan sakin məcburdur ki, evinin yaxınlığında meşə varsa gedib onun ağacını kəssin. Alternativ nə var? Bircə odun var alternativ. Qaz yoxdursa adam odun əldə etməlidir. Odunu da əldə etmək üçün nə etməlidir? Təbiətə ziyan vurmalıdır. Amma təbiətə ziyan vurmasa da özü yaşaya bilmir ki, bunun yeməyi var, içməyi var, evini isitməsi var və s. və s. Ümid eləyək ki, yaxın perspektivdə bu kəndlərin hamısının qazlaşdırılması da həyata keçiriləcək ki, insanların həyat şəraiti də yaxşılaşsın. Yəni, odundan asılı vəziyyətə qalmasınlar və bu qədər məbləğ ödəyib bir maşın odun almasınlar. Davam edirik.